Döyğa yoxsa ayran aşı? Sizin zonada bu yeməyə nə deyirlər? Hər vaxtınız xeyir olsun gözəl xanımlar, necəsiniz? Gününüz xoş və uğurlu keçsin. Bugün sizinlə biraz mübahisəli bir yemək paylaşmaq istəyirəm. Çünki bildiyim qədərilə bu yeməyi hər zona fərqli formada, özünə məxsus bir formada bişirir. Biz tərəfdə Qarabağlılar döyğa deyirlər və yalnız düyü, un, yumurta, qatıq və göyərtidən hazırlayırlar bu yeməyi. Amma qaynanamgil tərəfdə isə buna ayran aşı deyirlər və əlavə olaraq ona sarımsaq və kartoşka da vururlar. Hətta eşitdiyim qədərilə Astara tərəfdə isə buna balqabaq vururlar, amma dadmamışam. Mən də eşitmişəm. Bilmirəm onda dadı necə olar, amma mən kartoflu dovğanı çox sevirəm. Yəni pis deyil dadı, çox qəşəng olur. Uşaqlıqda isə ən çox sevdiyim dovğa nənələrimin bişirdiyi dovğa idi. Çünki onlar dovğanı qatı, bol göyərtili eləyirdilər və biz bunu yeyəndə içinə qaynadılmış süd tökürdülər, qaynadılmış soyumuş süd tökürdülər. Yayda elə onu içirdik. Çox belə sərin eləyirdi də insanı, çox dadlı olurdu. Yəni uşaqlıqdan o dovğaların dadı damağımdan getmir. Çox ləzzətli olurdu. İminli südlə qatılıb verdikləri dovğa. Siz də, sizin bölgənizdə, sizin zonanızda bu dovğanı necə bişirirlər? Rəylərdə bildirsəz çox şad olaram. Çünki mənə də maraqlıdır ki, görəsən başqa hansı formalarda bişir bu dovğa? Mən çox sevirəm dovğanı. Ya isti yeməyi sevirəm, ya da ki sərin buz kimi xaldeyndən götürüb içməyi sevirəm. Mən isə bu günlərim qaynanamın resepti ilə bişirirəm dovğanı. Bütün növ göyərtilərdən, yəni dağ keşnişi, keşniş, şüd, çuğundur yarpağı deyilir, sonra şomu. Bütün göyərtilərdən doğrayırıq. Əlavə olaraq da yarpız və nanə vururam mən bolluca dovğaya, amma bunu dovğa bişdikdən sonra əlavə edirəm. Ayrıca doğrayıb qoyuram kənara. Bir də ayrıca sarımsaq doğrayıb qoyuram kənara. İlk öncə düyü ilə yumurtanı yaxşıca qarışdırırıq. Üzərinə qatıq, un və su əlavə edirik ki, qatıq biraz sulu olsun da. Bunu qəşəngcə qarışdırırıq, bişiririk. Qaynamağa yaxın olanda noxudunu əlavə edirik, kartoşkasını əlavə edirik. 1-2 dəqiqə belə qaynadıqdan sonra isə göyərtilərini əlavə edirik, altını söndürürük, amma ki qarışdırmağa dayanmırıq. Yoxsa dovğamız çürüyər. Yəni qarışdırmağa biraz davam edirik. Ən sonda mən dovğanı 2 yerə böldüm. Bir hissəsinə də sarımsaq, yaşıl sarımsaq tökdüm. Yoldaşım elə çox sevir dovğanı çünki. Kasada isə dovğa tam soyuduqdan sonra ona yarpız və nanəni əlavə elədim. Çünki isti-isti əlavə elədikdə bilmirəm niyə elə olur, dovğa çürüyür. Mən də elə sevmirəm dovğanı. Və beləliklə yeməyimiz hazırdır. Göz haqqınızı halal edin. Sizin zonada bu yeməyi necə adlandırırlar? Fikirlərinizi bölüşməyi, bəyənib qayd etməyi unutmayın. Nuş olsun.